Avto FM-də tam vaxtı şəhər adamı ilə davam edir. Bugün çox maraqlı bir həmsöhbətim var. Xüsusən də texnoloji əşyaların istehsalı baxımından bizi maraqlandıran bir çox suallara güman edirəm ki, cavab tapa biləcəyik. Şəhər adamını eşitməyin tam vaxtıdır. Studiyamızda bu dəqiqələrdə Bekonun strateji müştərilər üzrə meneceri İlkin Məmmədovla əyləşmişik. İlkin bəy, sabahınız xeyir. Salam. Bayramınız mübarək olsun. Sizinlə bahəm. Bizim işimiz belədir ki, mikrofona nə qədər yaxın danışırsansa, o qədər sənin səsini dinləyicilər çox bəyənirlər, çox sevirlər və səni daha yaxşı eşidirlər. Mən istəyərdim ki, bu maraqlı söhbəti daha yaxından dinləyicilər eşidə bilsin. Nadir hallarda qarşımıza çıxan bir istiqamət var. Strateji müştərilər üzrə menecer. Strateji müştəri kimdir? Əvvəla mən də dinləyicilərimizi salamlayıram. Strateji müştərilər nədir? Yəni bilirsiniz ki, bir çox satış nöqtələri var ki, Azərbaycanda. Bunların hamısı böyük məişət, elektronik avadanlıqları satışını təşkil eləyir. Lakin bunların hamısı əlbəttə ki, birbaşa zavoddan və yaxud istehsalçıdan mal tədarük etməyə bilir. Bu səbəbdən strateji müştəri dedikdə o müştərilərdir ki, hansılar ki, birbaşa zavoddan, istehsaldan belə deyək də malı öz anbarlarına, öz satış nöqtələrinə tədarük eləyə bilirlər və əlbəttə ki, eyni zamanda bunun distribusiyası ilə də məşğuldurlar. Burada da bəzi böyük şirkətlər var ki, hansılar ki, çox tanınmış şirkətlər də Azərbaycanda da bunların mağazalar şəbəkələri var. Bunların adları Saletondur, Kantakomdur, İrşaddır, Baku Electronics'dir, hansı ki bizim məhsullarımızı distribusiya edir, öz mağazalarında satır. Eyni zamanda da topdan və pərakəndə satışlarını təşkil eləyirlər. Adını çəkdiyiniz mağazalar var idi. Topdan və pərakəndə təşkil edən həmin mağazalardır. Həmən şirkətlər. Məsələn, mən çox tez-tez rast gəlirəm də bəzən filan məhsulun rəsmi təmsilçisi. Rəsmi mağazası və s. və ilaxır. Bir də bilməm nə deyim, məsələn Sədrəyə gedirik. Orada da müxtəlif çeşiddə, müxtəlif adda məhsullar var. Bir rəsmi mağazalar, bir də rəsmi olmayan dükanlar filan Sədrəydə məsələn. Məhsullar təxminən eynidir, yoxsa necə? Birə-bir eynidir. Burada heç bir fərq yoxdur. Ola bilər ki, üstündə Beko yazılıb, amma əslində o Beko deyil. Xeyr, elə bir şey ola bilməz. Əgər bu qlobal bir markadırsa və üstünə həmin markanın loqotipi varsa, adı varsa, demək ki, bu həmin məhsuldur. Burada bayaq da soruşdunuz, bir məhsul X hər hansı bir şirkətin mağazasında yer alırsa, satılırsa və sədərəkdə də satılırsa, bu birə-bir eyni maldır. İstehsal fərqləri ola bilər. Təbii ki, bəzi bazarda elə markalar, brendlər var ki, onlar rəsmi belə deyək, istehsalçı, rəsmi distributor onu bir zavoddan sifariş edir, atıram Türkiyə zavodundan sifariş edir. Amma başqa bir marka onu başqa bir zavoddan gətirib satır. Burada belə bir fərqlər yarana bilər ki, model fərqləri yanar. Biri Türkiyə modelidir, biri Rusiya modelidir. Belə bir fərqlər ola bilər. Burada əsas biz nə istəyirik, bizə hansı mal lazımdır, biz onu nə kimi istifadə eləyəcəyik. Bunlardan seçim etmək doğru olar məncə. Yoxsa hansı daha yaxşıdır, hansı daha orijinaldır, hansını kim idxal eləyir məsələsi deyil. Aydın məsələdir, amma biz daha çox bunu müşahidə etmişik də, rəsmi mağazadan alanda zəmanət müddəti falan hamısı qaydası olur, qaydasında olur mən bilən. Digər problemlər yaşanmır. Düz detalları bilmirəm mən. Ola bilər kimsə hər hansı bir bu məhsulun satışı ilə məşğul olan adam deyər ki, nədir bizim bazarımızı öldürsən? Yox, qətiyyən bazar öldürməklə məşğul deyiləm. Sadəcə fərqləri bilmək istəyirdim. Fərqləri belə izah edeyim. Əslində düz bir mövzudur bu, amma burada məsələ nədir? Rəsmi bir mağazadan siz mal alanda siz evinizə yaxın bir mağazadan mal almış olursunuz. Bu bir. İkincisi, orada daha çox sizi məlumatlandıran satıcılar mövcuddur. Üçüncü bir amil odur ki, orada hər brendin öz promotorları da mövcuddur, hansı ki sizə mallar haqqında daha detallı izah verə bilər.
Digər tərəfdən isə siz qeyd etdiyiniz hər hansı bir satış nöqtəsi ola bilər. Özəl bir sahibkarın elektronika bir mağazası ola bilər. Eyni formada o da satışı təşkil eləyir, amma sizin evinizə uzaq ola bilər həmin satış nöqtəsi. Siz ora bir yol qət etməli ola bilərsiniz. Orada daha çox promotorlar olmur ki, məhsul haqqında sizə daha detallı məlumat versinlər. Və yaxud çeşid məsələsi var. Təbii ki, bir 100 kvadratlıq bir mağaza ilə daha böyük bir mağazanın fərqi də ondan ibarət olacaq ki, orada məhsul çeşidi daha çoxdur. Yəni insanın seçim etmə fürsəti yaranır. Malların həm dizaynını, həm keyfiyyətini, həm funksionallığını ölçə bilirlər. Yəni fərqlər bundan ibarətdir. Yəni bizə təklif olunan belə deyək də xidmətlər. Biz bu xidmətlərə görə fərq qoya bilərik. Yoxsa dediyim kimi bu malların bu A yerində və B yerində satılan malların heç bir fərqi olmur. Biz sizinlə əməkdaşlığa başlayandan bəri mütəmadi olaraq ekstrem testlərdən danışırıq və dinləyicilərdə də müəyyən suallar yaranır. Elə bizim özümüzdə də suallar yaranır ki, ekstrem test anladıq. Məsələn, soyuducunun testi keçirilirsə, qapısının yüklü formada açılıb bağlanmasından söhbət gedir. Digər məhsulların da test olmasını sizlə danışacağıq. Amma deyir ki, TÜV nəzarət edir buna. TÜV-ün nəzarət edib etməməsi bu prosesdə nəyi dəyişir? Deyim sizə. Yəni TÜV nədir ümumiyyətlə? Ümumi olaraq bunu qeyd etmək istəyirəm ki, hər bir fabrik və zavod istehsalla məşğul olur. Bizim brenddə, Bekoda misal üçün, təkcə istehsal mövcud deyil. Burada həm tədqiqat və inkişaf da aparılır. Yəni bu istehsalla paralel olaraq burada həm ekstrem testlər keçirilir, həm tədqiqatlar aparılır. Eyni zamanda mövcud texnologiya yenilənir, inkişaf edilir və yeniləri yaradılır. Təbii ki, bu insanlara daha yaxşı, uzun ömürlü, uzun müddət istifadə edə biləcəyimiz məhsulu təqdim etmə imkanı yaradır. Amma bununla paraleldə də mütləq şərtlərdən biri də odur ki, əslində bu istehsalçı üçün, şirkət üçün də xeyirlidir. TÜV kimi qıraqdan belə deyək, müstəqil, obyektiv testlər keçirirlər. Bu testlərdə həm iki şey vurğulaya bilərəm ki, misal üçün niyə bu yaxşıdır? Birincisi odur ki, ən azı yoxlanan testlərin nəticəsində biz tək daxildən yaranmış bir problemi yox, artıq başqa bir şirkətin yoxlamasından, testlərindən keçir, onun bir müstəqil bir fikri və obyektiv bir fikri olur. Həmən belə deyək də, yarana biləcək riskləri artıq biz daxildən yox, kənardan görə bilirik. Bu şirkət üçün çox yaxşı bir belə deyək də nümunədir. İkinci səbəb də odur ki, TÜV kimi belə deyək, şirkətlərin verdiyi üstünlük odur ki, burada bir sertifikasiya yaranır. Həmən bu sertifikasiya nəticəsində də yenə də istifadəçilər güvənilirlikləri artır. İnsanlar daha çox güvənməyə başlayır. Misal üçün, uzun illərdir Beko brendi Azərbaycanda mövcuddur və insanlar bunu istifadə eləyir. Burada məsələ təkcə mən bunu aldım, istifadə elədim keyfiyyətindən, yəni bu təcrübə ilə yaşanan bir keyfiyyət deyil. Eyni zamanda həm daxildə keçən ekstrem testlər, hansıları ki biz göstəririk insanlara, çatdırmağa çalışırıq. Eyni zamanda da üçüncü şirkətində bir pozitiv belə deyək, qiymətləndirməsi var, rəyi var və artıq güvən bir neçə qatlı olur, belə deyək. Daha uşaqlığımızdan bəri gördüyümüz markadır, məhsuldur. Əslində bizdə bir güvən formalaşıb, indi yeni nəsillə bağlı yeni yanaşmalar təbii ki təqdim olunmalıdır. Studiyamızın qonağı Bekonun strateji müştərilər üzrə meneceri İlkin Məmmədovla reklam fasiləsindən sonra danışmağa davam edəcəyik. O ekstrem testlər öz yerində, müasir texnologiyalar, hansı ki soyuducularda tətbiq olunur, paltar yuyan maşınlarda tətbiq olunur, digər avadanlıqlarda tətbiq olunur. Nə qalıb? Biz nə görməmişik artıq. Demək olar, o yeni nəsil və biz özümüz də elə indiki dövrdə yaşaya-yaşaya texnoloji
inqilabın nəticələrini görürük. Hər gün yeniliklərin şahidi oluruq. Maraqlıdır 10 ildən sonra soyuducuda nə ola bilər? Paltar yuyanda nə ola bilər ki, bizi təəccübləndirsinlər və desinlər ki, bax bu xüsusiyyətinə görə sən bu markanın bu məhsulunu almalısan. Çox maraqlı sahədir. İlkin bəy dəfələrlə xarici ölkələrdə olub, hansı ki testlərdə falan ümumiyyətlə işlə bağlı səyahətlərimiz olub. Mən istəyərdim ki, bu ekstrem testlərlə bağlı prosesdə iştirak etmisinizsə, etmisiniz? Bəli, iştirak etmiş. Necə iştirak etmisiniz? Yəni təbii ki, başdan sona burada iştirak etmək üçün uzun zaman lazımdır. Lakin bu prosesi görmüşəm, müşahidə eləmişəm və ekstrem testlər dediyim kimi şirkət daxilində də keçirilir. Bu tədqiqatlar keçirilir. Burada misal üçün soyucuların daha öncə də biz bunu siz də hər dəfə vurğuluyursunuz. Soyucuların qaplarının açılıb bağlanmağı, onların həmən rezin hissələrinin boşalıb və ya sağlam qalması məsələləri var. Bizdə bu testlər robot vasitəsilə bu qapları ağırlıq yüklənərək 300 min dəfə açılıb bağlanır. Yəni ki, əslində 10-15 il ərzində ki, istifadə edəcəyimiz bu qapını açıb bağlamaq sayını zavodda artıq öncədən qısa müddət ərzində çalışırlar ki, sınaqdan keçirsinlər. Sınaqdan keçdiyi halda həmən o modeli artıq istehsala verirlər. Eyni zamanda bu soyucuların rəflərinə də aid ola bilər. Bu rəfləri şüşədən bilirsiniz, adətən düzəldirlər və bu şüşənin bir götürmə qabiliyyəti olmalıdır ki, biz ora həddindən artıq bir banka və yaxud ağır çəkidə məhsullarımızı yerləşdirəndə bunlar orada dayanıqlı qalsın. Yəni bu şüşə qırılmasın. Bu testləri də elə çəkilərlə yoxlayırlar ki, əməli başlı belə 16-32 kiloluq giryaları qoyurlar, yoxlayırlar, bir müddət gözləyirlər ki, həm deformasiya olmasın, həm də ki, qırılmasın. Yəni bu testlərdən də çox önəmlidir. Eyni zamanda paltar yuyanı bir neçə istifadə, yəni dövrlərlə yüksək fırlanma belə deyək, testləri keçirirlər. Lazımından artıq dərəcədə yüklüyürlər. Bu da bir nəticələr verir. Ondan sonra yenə dediyim kimi hər bir model istehsala buraxılır. Məsələn, biz mütəmadi olaraq soyuduculardan danışanda həmkarımla və ya həmkarlarımla Harvest Fresh texnologiyasından söhbət açırıq. Düzdür, biz təxmini bu texnologiyanın nədən ibarət olduğunu bilirik. Bilirik ki, Harvest Fresh texnologiyası ilə təmin edilən soyuducu, ora biz hər hansısa bir meyvə tərəvəzi qoyanda, məhsulu qoyanda, onun təravəti itmir uzun müddət, vitaminlər olduğu kimi qalır uzun müddət və buna səbəb də o soyumanın bərabər paylanmasıdır. Əgər mən düzgün ifadə edə bildimsə, hardasa yanlışlığım varsa, düzəldin və gəlin biraz geniş danışaq. Məsələn, Harvest Fresh texnologiyası nədir və sadəcə sizin təmsil etdiyiniz şirkətin soyuducularındadır, yoxsa müxtəlif soyuducularda istifadə oluna bilir? Müxtəlif soyuducularda fərqli texnologiyalar mövcuddur. Ümumi olaraq, gəlin belə deyim, bütün sahələrdə olduğu kimi məişət texnikası sahəsində də texnologiya daim inkişaf edir, yenilənir. Amma bu texnologiya inkişaf edəndə, yenilənəndə bu daha çox hal-hazırda istifadəçilər rahat istifadə etsin deyə evdəki bu məişət əşyalarını avtomatlaşdırmaya gedir, süni intellektdən istifadəyə gedir. Biz Harvest Fresh texnologiyası var soyucularımızda dedikdə, buna qıraqdan bir ayarlama vermək ehtiyacı lazım olmur və yaxud biz orada hər hansısa bir düyməni basmalı deyilik. Harvest Fresh texnologiyası nədir? Bu soyuducuda siz də dediyiniz kimi meyvələrin, tərəvəzlərin vitaminlərini qoruyub saxlaması üçündür. Təbiətdə meyvələr, tərəvəzlər gün işığı ilə qidalanır, bilirsiniz. Fotosintez prosesi gedir və günəşin günün fərqli saatlarında fərqli işıq ötürməsi var. Yəni bu səhər olur, gündüz olur və axşam olur. Harvest Fresh texnologiyasında həmən günəşin sirkulyasiyasını imitasiya edir bir növü. Yəni soyucunun daxilində 3 fərqli rəfində, hardakı biz meyvələrimizi, tərəvəzlərimizi saxlayacağıq.
3 fərqli rənglərdən, şüalardan istifadə olunur. Hansılar ki, misal üçün qırmızı, yaşıl və göy. Biz bunu gözümüzlə görürük də. Bəli, soyuducunu açanda və yaxud qapağı bağlananda biz bunu görürük. Günün fərqli. Təbii ki, bu paralel olaraq biz hal-hazırda səhər isə, bu soyuducuda da səhər demək deyil. Onun da öz belə deyək, işləmə saatlarına uyğun olaraq həmən o rənglər orada, həmən o şüalar dəyişir və bu səbəbdən burada olan meyvələr, tərəvəzlər daha uzun müddət biz soyuducuda saxlaya bilirik. Bunun da testləri keçirilir digər başqa bir rəqib markalarla. Həmin eyni tərəvəzi, eyni meyvəni 2 və ya 3, 4 fərqli marka soyuducularda yerləşdirirlər və bir həftə ərzində bunu gözləyirlər. Nə maraqlıdır. Dəyişiklik hansı formada olubsa, bunun testləri və nəticələri var. Biz bu testləri hansısa bir YouTube platformasında falan izləyə bilirik. Axtarsaq tapa bilərik də. Axtarsaq Yoxsa bu konfidensial olunur, salmır? biraz konfidensial məlumatlardır. Çünki dediyim kimi orada Rəqib markalar olur. rəqib markalar var və eyni zamanda rəqib markalar da öz rəqib markaları ilə bunu etdiyi üçün hamı bunu biraz konfidensial saxlamağa üstün tutur. Amma biz daxildə bunu təlimlərdə və öz müqayisələrimizdə istifadə edirik başa düşmək üçün. Çox maraqlı məsələlərdir. Mən reklamdan əvvəl dedim, bu texnologiyanın sürətli inkişafı bizi hara aparır, təxmin etmək çətin məsələdir. Amma bu soyuducularla bağlı, paltar yuyanlarla bağlı, sobalarla bizi gələcəkdə nə gözləyir? Nə qaldı deyə bunu tətbiq eləməyək? Bir də o qalmışdı, günəşi gətirib soyuducunun içinə salaq. Dediyim kimi, əsasən burada avtomatlaşdırma. Yəni biz evdə ev işlərimizə daha az vaxt sərf eləyərək biz özümüzə rahatlıq sağlamalıyıq. Bugünkü gün evdə bilirsiniz, robot tostoranlar istifadə olunur. Paltaryan maşınlarda nə qədər su, nə qədər yuyucu tozu, nə qədər fırlanma dövrəyə olmalıdır. O artıq özü qərar verir. Və yaxud biz soyuducunun qapısını açıb bağlayanda burada nə qədər enerji sərf olunacaq artıq özü qərar verir. Və digər bütün məişət avadanlıqlarında da bu belədir. Avtomatlaşdırılma nədir? Bizdə kofe maşınları var ki, hansı ki Wi-Fi-ya bağlanır, uzaqdan idarə olunur, telefonla idarə olunur. Yəni siz artıq öncədən gecədən o kofe maşınınızın altında bir çaşqavızı, stakanınızı saxlasaz, sabah oyanan kimi yerimizdən qalxmadan artıq isti kofemizi hazırlaya sifariş edə bilərsiniz. Və sifariş edə bilərsiniz, eynən. Bu kimi, yəni gələcəyə yönümlü hal-hazırda texnologiya bu formada inkişaf edir və burada təbii ki, süni intellektin də mən düşünürəm ki, qatqısı böyük olacaq. Xaricdə mən dedim dəfələrlə olmusunuz, bu işlə bağlı, prosesin içində olmusunuz. İş prinsiplərini onların bir təsvir edəsi olsaq, onların iş prinsipi ilə bağlı danışası olsaq, ölkədən ölkəyə dəyişir bu? Ölkədən ölkəyə bəli yanaşma dəyişə bilər. Biz keçən il Türkiyədə paltaryan zavodunda iştirak elədik. Oradakı həm iş prosesini gördük, həm işçilərin nə qədər belə deyək də dəqiq, hər şeyə çox belə diqqətlə yanaşmaqlarını izlədik. Həmən o testlərdə də, test otaqlarında iştirak etdik. Fərqli modellər gördük, hansı ki daha istehsal olunmuyub, lakin bunun gələcəkdə biz bunu planda var. Hər hansı bir model yarananda da bu həmən istehsala verilmir. Dediyim kimi, orada bir neçə proseslər var. Biz hətta orada zavodun içində gəzəndə belə orada bir xüsusi marşrut var ki, o marşrutdan kənara çıxmaq olmaz. Çünki orada ağır təzyiqdə işləyən avadanlıqlar var. İşçilər tam belə formada, belə deyək də, standartlara uyğun olaraq iş fəaliyyəti var. Eyni zamanda burada zavodların, ümumiyyətlə şirkətin işləmə prinsipləri deyilən bir şey var. Siz də bunu bilirsiniz. 2050-ci ilə kimi Bekonun net zero hədəfi var. Bu ətraf mühitin qorunması üçündür. Burada
net zero dedikdə, yəni istehsalda yarana biləcək zərərli qazların havaya ötürülməsini minimuma endirməyə çalışırlar və buna doğru gedirlər və bunun da bir hədəfi var ki, bunu əldə etmək üçün bir çox işlər görünür. Orada təkrar emalda var. Bu qlobalda yaşanmış, yaranmış bir təcrübədir. Hal-hazırda Azərbaycanda yoxdur. Azərbaycanla doğru, belə deyək, gələcəyə doğru nə olacaq desəniz, bu da bir texnoloji və inkişafdır. Biz hər hansı bir köhnə məişət əşyamızı gətirib təhvil verib yenisini ala bilərik və biz təhvil verdiyimiz məişət əşyası artıq yenidən istehsala gedəcək. Onun hər hansısa bir hissələri əlbəttə ki, tullanacaq, yenilənəcək, dəyişdiriləcək. Amma daha az plastikdən istifadə etməyə şansı var. Daha az, belə deyək, enerji sərf eləmək lazımdır ki, bu məhsulu yenidən bərpa eləyəsən. Bir növü burada artıq istifadəçilər ətraf mühiti də qorumuş olur. Yəni, onların da bir dəstəyi, əməyi olur burada. Əlbəttə. Vəssalam, mən sizə təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Maraqlıdır, mən adətən hər qonağa bu sualı ünvanlayıram sona yaxın ki, mənim verəcəyim suallar idi, sizin sahə ilə bağlı bildiklərim idi. Nəsə qaldı mı? Gələndə fikirləşirdiniz ki, onu mütləq bölüşməliyəm, dinləyicilər də bilməlidir. Düşünməmişdim, amma belə deyə bilərəm ki, istifadəçilərə, müştərilərə, alıcı Azərbaycan xalqına demək istəyirəm ki, məhsul seçimi edərkən bir amillə yox, balanslı şəkildə etsinlər. Bura əlbəttə ki, həm qiymət faktoru önəmlidir, həm malın dizaynı önəmlidir. Əlbəttə ki, bizim belə deyək də ən çox üstünlük verdiyimiz tərəf o. Məhsul çeşidi önəmlidir. Bu çeşidi evimizdə bütün kateqoriyalarını istifadə edə biləcəyimiz bu önəmlidir. Uzun müddətli olması çox önəmlidir. Yəni, biz məhsul seçərkən çox ucuzdur aldım və yaxud bunun adı çox güclüdür, bu brendin, markanın, amma bahalıdır, bunu aldım kimi yox, daha çox balanslı bir qərar verib alsalar, belə deyək, mən özüm bu formada edirəm, bu daha uğurlu olar, daha uzun müddətli olar və ən əsası da daha qənaət etmiş olarıq. Çünki biz məhsulu aldıqdan sonra ondan istifadəsində başqa da xərclərimiz çıxır. Su pulu var, enerji sərfiyyatı var. Yəni, elə məhsul seçməliyik ki, bu bizə uzun vadədə belə deyək, ekonomiya etməyə imkan yaratsın. İlkin bəy, işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun, maraqlı söhbətə görə minnətdaram sizə. Dostlar, söhbətimizin video yazısına YouTube-da 1-2 saatdan sonra Avto FM-in rəsmi kanalında baxa bilərsiniz. Eyni zamanda podkast proqramlarında da bizi eşitmək mümkündür. Yeri gəlmişkən qonağımız, proqramımızın sponsoru Bekonun strateji müştərilər üzrə meneceri İlkin Məmmədovla danışdıq. Bugünlük, bu həftəlik və bu aylıq bu qədər. Bayramlardan sonra görüşərik. Bayramımız mübarək olsun yeri gəlmişkən. Xoş istirahətlər, qanqaraldıcı hadisələr baş verməsin və istirahətdən gülər üzlə, mehribancasına, necə deyərlər, qaydaq. Studiyada aparıcı Rəhman Rəsulovu idi. Görüşərik hələlik.